Aktyor İlkin Həsəni reper Elşad Xosi ilə bağlı qalmaqallı açıqlama verib. Yenilik Az Milli Aza isnadla xəbər verir ki, o reper haqqında gözlənilməz açıqlaması ilə gündəm yaradıb. Proqram zamanı ona ünvanlanan "Epi yoxsa Elşad Xosi" sualına Həsəni heç kimin gözləmədiyi cavabı verib. Epi. Çünki Elşad Xosi vaxtilə mənim adıma kreditə telefon götürüb və borcunu ödəməyib. Əsgərlikdə olduğum dönəmdə mənə zəng gəldi ki, 2 aydır ödəniş gecikir, deyə aktyor bildirib. Məsələ bununla bitməyib. Elşad Xosi həmin podkastdan yayımlanan videonun şərh bölməsində Həsəniyə qarşı kobud və təhqiredici ifadələr yazaraq qalmaqalı daha da alovlandırıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tərəflərin münasibətlərinin necə davam edəcəyi maraq doğurub.